Bu insanlar duyğuları ilə hərəkət etdikləri üçün həmişə də ziyana düşənlərdən olublar. Məsələn, kimə daha çox yazığımız gəlirsə, o insanlara yardım edirik. Hansı yardım videoları bizi daha çox qəmləndirirsə, məsələn, bir çox yardım videoları var ki, üzərinə qəmli musiqi əlavə edirlər və bununla insanların duyğularını çox asanlıqla ələ ala bilirlər. Və bizim millət də duyğusal millət olduğu üçün həmin yardım videosuna böyük məbləğdə pullar göndərirlər. Halbuki o tip yardım videolarının əksəriyyəti saxta videolar olur. Bizi qəmləndirən yardım videolarına pul göndəririk, adını da qoyuruq Allaha xatir etdim. Halbuki burada Allahın heç ası da yoxdur. 80 dənə yardım videosunu ötürürsən, qarşına qəmli bir yardım videosu çıxır, ona pul atırsan. Niyə? Kişinin oğluna təsir edib və bunu Allaha xatir edir. Allaha xatir yardım belə olmur. Əgər Allaha xatir yardım edən olsaydın, ötürdüyün 80 dənə yardım videosuna da pul atardın. Niyə səni qəmləndirən yardım videosuna pul atırsan? Deməli, burada niyyət Allah deyil. Burada niyyət mən kimə yardım etmək istəyirəm, ona yardım edirəmdir. Yalandan özümüzü artistliyə qoymayaq da qardaş. Hətta şəhidlərin şəklini paylaşanda belə onların içərisindən ən yaraşıqlısını, ən tanınmışını, ən məhşurunu götürüb paylaşırıq. İnsanlara yardım edəndə belə ürəyimiz kimə istəyirsə ona yardım edirik. Allah bu işin harasındadır? Sizcə niyə bizim yardım videolarımıza dəstək gəlmir? Sizcə niyə bizim yardım çağırışlarımıza əksəriyyət geri dönüş etmir? Çünki girib bizim yardım videolarımıza baxırlar ki, biz qəmli musiqilərdən yardım etmirik. Çünki baxırlar ki, biz ailələrə video kamera ilə yardım etmirik. Mikrofona aparıb ağızlarına uzadıb onları utandırmırıq, xəcalət çəkdirmirik. Məhz buna görə də illərdir bizim ehsan qrupumuz 100 nəfərdən yuxarı qalxmır. Niyə? Çünki biz insanların duyğuları ilə oynamırıq, onların duyğularını ələ almırıq. Bizə lazım deyil qəmli mahnılarla yardım etmək. Bizə lazım deyil video kamera ilə cəmaatın abrını apar-apar onlara yardım etmək. Bizim yardımlarımıza qoşulmurlar, çünki biz sadə formada yardım edirik. Video kamera ilə yardım etmirik. Ehtiyaclıları utandıra-utandıra onlara yardım etmirik. Allah üçün yardım göndərən insan üçün fərqi yoxdur. Sən onu video kamera ilə paylaşdın, ya onlayn şəkildə paylaşdın. Allah üçün yardım edən zaten edəcək. Necə ki, bizim yardım qrupumuzda ehsanatçılarımız var ki, 2 ildən çoxdur ki, bizimlə bir yerdədirlər və hər cümədə yardımlarımıza qoşulurlar. Və Allaha xatir yardım etmək budur. Həvəsə düşüb, küyə düşüb yardım edənlər lazım deyil bizə. Allah bizi xeyir əməllərdə bir-birimizlə yarışan bəndələrindən qərar versin. WhatsApp ehsan qrupumuza qoşulmaq istəyən qardaş bacılarımız da şəxsidə bizə yaza bilərlər.